Əmək Məcəlləsinə təklif edən dəyişikliklərdən biri də distant işlə bağlıdır. Yaxın zamanlarda xaricdə yaşayan bir həmkarımızla bir müzakirəmiz olmuşdu. Müzakirə zamanı o bildirmişdi ki, o distant olaraq fəaliyyət göstərir və şirkət hətta onun istifadə etdiyi, yəni evində istifadə etdiyi sahə üçün də icarə haqqı ödəyir. Bəs bizdə bu necə tənzimlənəcək? Bunun üçün Əmək Məcəlləsinin 3-cü maddəsinə yeni bir anlayış daxil edilib. Məsafədən mötərizədə distant iş. Bunun açıqlaması necədir? Əmək funksiyasının məsafədən icrasına imkan verən vasitələrlə, elektron, proqram texniki, telekommunikasiya vasitələri və s. müəssisədən və ya fiziki şəxs olan işə götürənin yaratdığı iş yerlərindən kənarda işlərin görülməsi üçün münasib digər yerdə yerinə yetirilməsidir. Yəni ki, işə götürən öz kompüterini götürüb, ola bilər coffee shopdan işləsin, ola bilər işə götürən hansı bir fərqli bir yer müəyyənləşdirsin, orada işləsin. Yəni, mütləq deyil ki, işə götürən ofisində olsun. Ola bilər evindən işləsin. Bu cür istifadə edirsə, artıq bu distant iş olacaq. Bəs onlarla bağlı məzuniyyət, əlavə iş vaxtı, tabiri çoxu, bunlar hamısı artıq əmək müqaviləsində dəstəyini tapmalıdır. Təbii ki, məzuniyyət, necə ki, biz digərlərinə məzuniyyət hüququ yaradırıqsa, mütəxəssissə 30 gün, adi işçisə 21 gün, bunları yaradacağıq. Amma bunun distant işlə bağlı digər hallar isə bu Əmək Məcəlləsinin 55-ci maddəsində qeyd ediləcək və orada şərtlər mütləq olaraq qeyd olunmalıdır.